Salam aleyküm, sabahınız xeyir olsun. İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətimizin komandası, değerli həmkarlar, qardaşlar, bacılar, hər birinizə gözəl günlər, uğurlu, bərəkətli ömür arzulayıram. Bugün cümə günüdür, cüməniz mübarək olsun, hər gününüz cümə günü qədər özəl olsun, ruzili bərəkətli olsun inşallah. Çox değerli həmkarlarım, eyni zamanda bugün tarixi əhəmiyyətli bir bayramımızdır. 7 noyabr sabah dövlət səviyyəsində, millət səviyyəsində zəfər günümüzü qeyd edəcəyik və bu tək bir dövlətin başqa bir dövlət üzərində qələbəsi kimi deyil, bu tarixi torpaqlarımızın bərpasıdır. Bu uzun illər öz doğma yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın öz doğma yurduna qayıtmasıdır. Bu coğrafi ərazimizin tam şəkildə bərpasıdır. Bu dünyada bütün ölkələrdə, dünyanın bütün ölkələrində, fərqli dövlətlərdə yaşayan millətimizin alnı açıq, üzü ağ yaşamasıdır və eyni zamanda beynəlxalq arenada, siyasi arenada xalqımızın, millətimizin, dövlətimizin nüfuzudur. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah ali başkomandanımızı qorusun. Allah bu milləti qorusun. Bu bir vəhdətdir. Ali başkomandan, millət, bu bir vəhdət halında 44 günlük müharibədə öz sözünü dedim. Ordumuz bugün də durmadan güclənir və biz hər zaman gələcək təzyiqlərə hazır olmalıyıq. Çünki coğrafi ərazi olaraq bilirsiniz, elə bir nöqtədə yerləşirik ki, ətrafımızda bizi sevməyən qüvvələr, Farsı, Rusu, Ermənisi var və bunlar hər zaman Azərbaycanın zəifləməsinə, maraq göstərən zəifləməsinə çalışan qüvvələrdir. Təbii olaraq ki, bizim də arxamızda dünyanın ən önəmli gücləri var. Biz də o ən önəmli güclərin sırasında biri də bizik. Allah cənab prezidenti qorusun. Bugün beynəlxalq arenada sözünü deyən, söz sahibi olan liderlərdən biridir. Bu bayram təbriki ilə bağlı danışdım. Çox təşkilat məsələlərə toxunmayacağım. Bundan sonra davamlı çıxışlarımız olacaq. Mən İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyəti ailəsini təbrik edirəm. Mən sizləri təbrik edirəm. Zəfər bayramı münasibəti ilə hər birinizin gözü aydın olsun. Xalqımızın, millətimizin gözü aydın olsun. Bizlər övladlarımızın, ailə uşaqlarımızın dərs keçdiyimiz körpə, necə deyim, birinci sinifdən 11-ci sinifə qədər var olan bütün uşaqların yanında bir müəllim kimi siz müəllimlərə özümü tuturam. Üzümüzün ağlığı deməkdir. İnşallah sabah Bakıda, mərkəzdə və rayonlarda, bölgələrdə hər kəs Zəfər bayramında iştirak edəcək. Mən əminəm ki, bununla bağlı çəkilişlər məlumat qrupunda paylaşılacaq. Bu bayramlarda hər birinizi iştirak etməyə, bu tədbirlərdə hər birinizi iştirak etməyə çağırıram. Qarşılıqlı tədbirlərdə iştirak edin, sizləri dəvət edin və getmiş olduğunuz tədbirlərdə təşkilatımızın adını qürurla çəkməyinizi xahiş edəcəm. Təşəkkür edirəm İnkişafa Dəstək 2023 İctimai Nəzarət ailəsini. Təbrik edirəm İnkişafa Dəstək 2023 İctimai Nəzarət ailəsini. Sıfırdan bu günə qədər bizlərlə bərabər çiyin-çiyinə gələn, sonradan qoşulan hər bir həmkarımıza təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki bizlərləsiniz. Bizi biraz da gücləndirsiniz, gücümüzə güc qatırsınız. Hər birinizə təşəkkür edirəm. Hörmətlə İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin sədri Xalid Mirzəyev.